Yasamal rayonu Əhməd Cəlil küçəsindəki evlər məhkəmə qərarı olmadan gecə yarı sökülüb. Öz evinin sökülməsini, orada nəsə tikilməsini razılıq vermirsə, bu məsələ mütləq məhkəmə qaydasında həll olunmalıdır. Göz qabağındadır hamısı da. Sənəd dedi, məhkəmənin qərarı olmadan uçurda bilərlər, xəbərdarlıqsız uçurda bilərlər. Heç yerdə elə şey yoxdur. Bugün martın 27-sində sosial mediada Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər evlərində ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayıldı. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdıldı. Söküntü işlərinin Melisa Qrup tikinti şirkəti tərəfindən aparıldığı bildirilir. Hadisə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məlumat yayıb və bildirdi ki, komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Daha sonra Daxili İşlər Nazirliyi məlumat yaydı ki, söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Azərbaycanda bu cür söküntünün aparılması isə ilk deyil. Az qala hər il xüsusilə Bakının müxtəlif rayonlarında sakinlər evdə ola-ola söküntünün aparıldığına şahid olmuşuq. Bəs bu söküntü işləri əslində necə həyata keçirilməlidir? Tikinti forması meydana gəlibdir, pilot layihəsi. Bu pilot layihəsinə əsasən bir nəfər və yaxud da bir şirkət yaxınlaşıb Bakı şəhər icra hakimiyyətinə ərizə verir, üstündə də rüşvətini verir. Deyir ki, mənim bu ərazidə köhnə binaları söküb, yerində müasir, tutaq ki, hündür mərtəbəli bir bina tikilməsinə, yaşayış binası tikilməsinə razılıq verir. Bakı şəhər icra hakimiyyəti də rüşvətini alır. Qətiyyən baxmır ki, həmin ərazidə yaşayan insanlar var. Həmin ərazidə yaşayan insanların tələbatı ödənilməlidir. Yalnız bundan sonra tikintiyə başlanmalıdır. Pulunu aldığına görə tikintiyə başlanması barədə sərəncam verir. Tikintinin heç bir sənədi hazır deyil, layihə sənədləri qaydasında deyil, lakin tikintinin başlanmasına dair sərəncam var. Təbii ki, bu sərəncamı əlində olan tikinti şirkəti gəlir o ərazidə olan vətəndaşların başına istədiyi oyunu açır. Sonra da deyir ki, mənim əlimdə sərəncamım var. Mən burada tikinti aparmalıyam. Vətəndaş da qalır məhətdə ki, bəs mənim mənzilim, mənim hüquqlarım heç biri həll olunmadan sən mənim evimi necə söküb tikinti apara bilərsən? Hüquqşünas deyir ki, tikinti şirkətləri lazımi qurumların icazəsini almadan belə tikinti işlərinə start verir. Hansı ki, o ərazilərdə insanlar hələ də yaşayır və onlarla razılığa gəlinməyib. Razılığa gəlincə, evləri sökülən vətəndaşlara kvadrata və məkana uyğun ödəniş edilməli və ya yeni tikiləcək binada bir neçə mənzillə təmin edilmək barədə razılığa gəlinməlidir. Bina tikilənə qədər də onlara ya kirayədə qalmaq üçün ev tapılmalı, həmçinin kirayəyə qaldıqları evin kirayə haqqı ödənməlidir. Bəzi hallarda var ki, o tikinti ərazisi mübahisəlidir. Yəni orada tikinti aparılması üçün başqa bir sahibkara razılıq veribdir, sərəncam verilibdir. Vətəndaşlar da həmən ərazini tərk etmək istəmirlər. Bax, Sovetski ərazisi kimi. Vətəndaşları tam razı salmamışdılar. 20 ildir ki, o mübahisə davam edir. Vətəndaşlar da tələb edirlər ki, bizim ya yeni tikilən mənzillərdə bizə yeni evlər verin, yaxud da ki, pulunu o qədər pul verin ki, bizə biz yeni evlər ala bilərlər. Həmən ərazidə özümüzə bizi qane edən, ailəmizi yerləşdirə bilən mənzil ala bilərlər. Çox haqlıdırlar. Bu mübahisələrin həlli yolu məhkəmədir. Özdə deyim ki, qanunvericilikdə bu məsələ tam nizama salınıbdır. Tikinti şirkəti bir il əvvəldən vətəndaşa təklif eləməlidir ki, mən sənə, bax, sənin söküləcək mənzilinin yerində bunları təklif edirəm. Ola bilər, vətəndaş bəzən o lazım olandan artıq tələb eləyir. Mən deyir ki, mənim burada 3 ailəyəm, mənim orada cəmi, bilirsiniz, köhnə o ərazi Bakının o bir mərtəbəli, 2 mərtəbəli binalar olan əraziləri Yasamal rayonunda, Sovetskidə vardı bu. Vətəndaş tələb eləyir ki, mən orada 3 ailə yaşayıram, bir təhər orada yerləşmişik. Əgər tikinti şirkəti burada
bina tikirsə, bizim hər 3 ailəmizə ev verməlidir. Tikinti şirkətdə baxır ki, bu ona xeyir eləmir, qane eləmir. Təbii ki, deyir ki, mən sənin məsələn orada 100 kvadrat metr ərazim var, onu da 20% əlavə edirəm, 120 kvadrat metr sənə yeni tikildiyim binadan ev sahəsi verəcəm. Mübahisə olur. Bu mübahisənin həlli yolu məhkəmədir. O qanunda, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsində bilavasitə göstərilibdir ki, tikinti şirkəti vətəndaşla bu mübahisəni məhkəmədə həll etməyinəcən o evə toxuna bilməz. Tikinti şirkəti 1 il əvvəldən vətəndaşlara məlumat verməlidir, xəbərdar etməlidir ki, sənin yaşadığın bu ərazidən mənə sərəncam var, mən ev tikməliyəm. Mən də sənə bax bu aşağıdakı şərtlərlə ev təklif edirəm. Əgər vətəndaş razı deyilsə, bəs qanunvericilik həmən tikinti şirkətinə 1 il vaxt verir ki, get məhkəmədə iddia qaldır, həmən vətəndaşa qarşı qoy məhkəmə qərar çıxartsın ki, vətəndaş haqlı deyil, sən haqlısan, verdiyin o oturacağın evə görə vətəndaşa verdiyin mənzil və ya pul kifayət qədərdir. Əgər vətəndaş məhkəmə qərarı ilə də razı deyilsə, yenə də o evdə ola evi buldozer qabağına vermək cinayət tərkibidir. Məhkəmə qərarını icra edənlər vətəndaşla söhbətlərə getməli və bildirməlidirlər ki, o artıq bu evi tərk etməlidir. Məhkəmə icraçıları ilə də razılaşmayan vətəndaş artıq polislə evdən çıxarıla bilər. Amma yenə də özü evdə ola onun evi sökülə bilməz. Hələlik.